Hər vaxtınız xeyir balıq həvəskarları, durna balığı tutmaq istəyirsiniz, amma hansı ləvazimatı seçəcəyinizi bilmirsiniz, mağazaya girəndə başınız qarışır. Heç narahat olmayın. Bugün biz sizinlə at çək üslubu üçün, xüsusilə də yeni başlayanlar üçün lazım olan hər şeyi A-dan Z-yə aydınlaşdıracağıq. Elə isə başladı. Gəlin elə işin kökündən başlayaq. Bəs spin balıqçılığında o uğurun əsl sirri nədir? Yəni, məsələ sadəcə gedib ən bahalı qamışı, ən bahalı katuşka almaqdadır, yoxsa nəsə başqa bir şey var? Cavab əslində düşündüyünüzdən daha sadə, amma daha vacib bir yerdə gizlənib. Və o sir, bax elə bu sözdədir. Ad, çək. Gözünüzün qabağına gətirin də. Sahildəsiz, maşın qalıb hardasa kilometrlərdən arxada. Nəyiniz var, nəyiniz yox, hamısı üstünüzdədir. Bu nə deməkdir? Bu, daimi hərəkət, yəni mobillik deməkdir. Və buna görə də sizin avadanlığınız sadəcə yaxşı yox, həm də gərək ki, yüngül olsun, kompakt olsun, funksional olsun. Çünki burada hər qramın əhəmiyyəti var. Yaxşı, bəs bu fəlsəfiyə uyğun dəsti necə yığaq? Gəlin başlayaq işin, belə deyək, ürəyindən. Ən əsas iki şeydən, qamış və katok. Baxın, bu rəqəmlər boşuna deyil. 2.10, yəni 2.10 metr uzunluq. Niyə məhz bu? Çünki bu qızıl ortadır. Nə çox uzundur ki, kolluqda ilişib qalasız, nə də çox qısadır ki, atış məsafəniz azalsın. Mükəmməldir. O ki qaldı testdə 7-24 qram. Bu nə deməkdir? Çox sadə. O deməkdir ki, mağazada gördüyünüz o populyar yemlərin demək olar hamısını rahatlıqla istifadə edə biləcəksiniz. Yeni başlayan üçün bundan yaxşısı yoxdur. Yaxşı, qamışı seçdik. Bəs ona hansı katok yaraşar? 3000. Bu rəqəmi yadınızda saxlayın. Niyə məhz 3000? Çünki bu, bayaq danışdığımız o 2.10-luq qamışla ideal balans yaradır. Dəst əlinizdə sanki bədəninizin bir parçası kimi olur. Nə qolunuzu yoracaq qədər ağır, nə də atışınızı zəiflədəcək qədər yüngül. Hə, bu kombinasiya ilə səhərdən axşama qədər atıb çəkə bilərsiniz, zərrə qədər yorulmazsınız. İndi keçirik sizinlə balıq arasındakı görünməz, amma ən vacib körpüyə, yəni misinaya. Bax, bu elə bir şeydir ki, səhv seçim bütün əziyyətinizi heçə endirə bilər. Doğru seçim isə elə uğurun özüdür. Durna balığı üçün çox düşünməyin. Birbaşa hörülmüş misina seçin. Amma hansı? 8 toxuma, yəni 8 qatlı. Niyə məhz 8? Çünki 8 toxuma daha yumru, daha hamar olur. Bu da o deməkdir ki, qamışın halqalarından yağ kimi sürüşüb keçir və yeminiz daha uzağa uçur. Qalınlığa gəlincə, 1.0-dan 1.4-ə qədər olan ölçülər tam idealdır. Bu aralıq həm durna balığı ilə mübarizə aparmaq üçün yetərincə möhkəmdir, həm də atış məsafənizi kəsmir. Yaxşı, qamış, katok, misina hər şeyimiz var. Bəs o xırda xuruş ləvazimatları, yem qutularını, alətləri hara yığacağıq? Axı biz mobil olmalıyıq, əllərimiz sərbəst olmalıdır. Bax, bu məqamda səhnəyə balıqçı gödəkçəsi çıxır. Bu, sadəcə bir gödəkçə deyil, dostlar. Bu, sizin səyyar anbarınızdır, komanda mərkəzinizdir. Çox saylı ciblər, hər birinin öz funksiyası var. Yemlər bir cibdə, alətlər o birində, əlləriniz tamamilə sərbəstdir. Gəzirsiz, atırsız, çəkirsiz, hər şey əlinizin altındadır. At-çək fəlsəfəsi elə budur. İndi isə keçək kiçik, amma həyati əhəmiyyət daşıyan detallara. Elə alətlər var ki, qiyməti çox ucuzdur, amma sizi elə böyük problemlərdən xilas edir ki. Birincisi, zajen, yəni ağız açan. Baxın, durna balığının ağzı iynə kimi dişlərlə doldur. Yemi çıxarmağa çalışanda əlinizi yaralaya bilərsiniz. Bu balaca 50 qəpiklik alət isə onun ağzını təhlükəsiz şəkildə açıq saxlayır. Həm sizə rahatdır, həm də balığa az ziyan dəyir. Sonra adi bir kəlbətin. Misina dolaşdı, düyün düşdü ya da yemin halqasını dəyişmək lazımdır, dişinizlə dartmağa ehtiyac yoxdur. Bu balaca kəlbətin saniyələr içində işinizi həll edir. Cəmi 2-3 manat, amma əvəz olunmazdır. Və son olaraq balıq tutacağı. Balığı tutdunuz, əlinizə silik yapışmasın ya da balıq çabalayıb əlinizdən düşüb zədələnməsin istəyirsinizsə, bu alət süperdir. Balığı alt çənəsindən ehmalca tutur, siz də rahatca şəklini çəkib suya qaytara bilirsiniz. Təmiz iş. Hər şeyimiz hazırdır, amma ən əsas sual qalır. Bəs qarmağın ucuna nə taxacaq? Durna balığını nə ilə aldadacaq? Gəlin indi tapmacanın ən ləzzətli hissəsinə, yemlərə keçək. Durna balığı bu rəngləri dəli kimi sevir. Deyə bilərsiniz ki, axı bizim sularda belə al-alvan balıq yoxdur. Düzdür, yoxdur. Amma məsələ də elə bundadır. Bu parlaq rənglər sudakı zəif, yaralı bir balığı təqlid edir. Durna balığı da bunu görəndə özünü saxlaya bilmir.
yırtıcılıq instinkti oyanır və dərhal hücum edir. Yaxşı, wobblerlərin əsasən 3 növü var. Gəlin çox sadə izah edim. Batan, yəni sinking. Atırsız, birbaşa dibə çökür, dərindəki balıqlar üçün. Sonra var asılı qalan, yəni suspending. Bunu çəkəndə suya dalır, saxlayanda isə elə o dərinlikdəcə donub qalır. Və nəhayət, üzən, yəni floating. Bu da səthdə qalır. Hansını seçmək? Bu balığın o an harada olmasından asılıdır. Dibi, ortanı, səthi yoxlayırsınız. Bax, bu artıq sizin məharətinizdir. Beləliklə, artıq yeni başlayan biri üçün lazım olan hər şeyi bilirsiniz. Bütün dəst hazırdır. Amma unutmayın, ən bahalı avadanlıq belə evdə qalsa heç bir işə yaranmır. Ən yaxşı avadanlıq sudakı avadanlıqdır. İndiki hər şeyi bildiniz, çox maraqlıdır. Növbəti balıq ovunda bu yemlərdən hansını birinci sınayacaqsınız? Hər birinizə uğurlar və rast gələ. Taş kiprikler